Allahın salamı olsun əziz qardaşlar. Esselamu aleykum və rəhmətullahi və bərəkatuh. Hər birinizi bağışlayan və mərhəmətli Allahın adıyla salamlayıram. Biz keçən dərslərimizdə təmizləmə yollarını oxuduq, bitirdik. Ardınca ayaq yolu ədəblərini oxuduq. Və inşallah bugün təmiz sayılan şeylər, təmiz sayılmayan şeylər və vaxtımızda qalsa inşallah mükəlləfin fiilləri barəsində oxumağa çalışacağıq. Yəni, təmiz sayılan şeylər deyəsən, yəni bir müsəlman həyatda rastlaşdığı şeylərin hansının təmiz olmadığını bilməlidir. Bir var bizim anlayışımıza görə təmiz sayılan şeylər, bir də var şəriətin bizə bildirdiyi bu təmizdir, bu isə təmiz deyildir dediyi şeylər. İnşallah bismillah deyib başlayağın. İslamda prinsip etibarilə bütün yeryüzü, mədənlər, sular, otlar, ağaclar, çiçəklər, meyvələr və donuzun xaricində bütün heyvanların zahirləri təmiz sayılır. Hər şey təmizdir. Sadəcə donuzun, belə deyək, donuzdan başqa istər onun bədəni olsun, tükü olsun, istər əti olsun, o təmiz sayılmaz. Digər şeylər isə təmizdir. Kənardan təmiz olmayan bir şey toxunmadığı müddətcə təmiz sayılır. Yəni, bütün bu saydıqlarımız kənardan ona hər hansı bir pis şey, şəriətin bildirəcəyi o pis şeylər nədir? Onlar toxunması o pis sayılmaz. Sadəcə donuz xaric dedik. Diri itin, filin tükləri və dəriləri təmizdir. İtin indi bilirik ki, ağız suyu təmiz deyil dedik. Amma tükləri və dəriləri təmizdir. Məsələn, bir suya dəyərsə, oldu mu? Bədənimizə toxunarsa, onu ilə çişlənmiş hesab olunmur. Və yaxud da dərilər olsun. Bunların toxunduğu su da təmiz sayılır. Şəriət qaydalarına görə kəsilmiş olan heyvanların dəriləri, ciyəri, ürəyi, dalağı və ətləri içində qalıb axmayan qanları təmizdir. Qaydasına uyğun şəkildə, İslami şərtlərə uyğun şəkildə kəsilmiş heyvanların dəriləri, ciyərləri, ürəkləri, yəni daxili orqanları və üstəlik axmayan qanları təmiz sayılır. Bunlar bədənimizə və yaxud da namaz qıldığımız yerdə olarsa və yaxud da paltarımızda olarsa, bu cür şeylər səbəbilə namazımıza əngəl deyildir. Bədənimizdə hər hansı biz bilirik ki, nəcasət olarsa, biz onunla namaz qıla bilmərik. Amma heyvan dediyimiz bu dərisidir, ciyəridir, ürəyidir, kəsiləndən sonradan söhbət gedir. Dalağıdır, əti içində qalıb axmayan qanıdır, ət almışıq, onun qanı məsələn, paltarımıza dəyibsə, onunla keçən dəfə də dedik ki, o bizim namazımıza əngəl təşkil etmir. Bit, birə, taxtabiti kimi kiçik həşəratın qanları da belədir. Kiçik həşəratın da qanları da belə, çünki onlardan qorunmaq çox çətin, mümkün deyil. Xüsusən yay aylarında, bəzi yerlərdə isə daha çox olur. Onlar bəzən, yəni, insan qeyri-ixtiyarı vurduqda, məsələn, namazda ikən öldürdükcə, qan çıxır onlardan. O qanlar da namazı əngəl təşkil etmir. Ancaq donuz qaydalara uyğun olaraq kəsilmiş olsa belə təmiz olmaz. Su içində yaşayıb, su içində ölən balıq və digər heyvanlar təmizdir. Ölsələr belə su içində yaşayan heyvanlardan söhbət gedir. Onlar təmiz sayılırlar. Ancaq bu heyvanlardan balığın xaricində digər heyvanların ətinin yeyilməsi hənəfilərə görə caiz deyildir. Hənəfilərə görə sadəcə, Hənəfi məzhəbinə görə sadəcə suda yaşayan balıqlar yeməlidir. Digər heyvanlar yeyilməsi caiz deyildir. Demək ki, suda yaşayan bütün balıq və digər heyvanlar dedik ki, ölsə belə təmiz sayılırlar. Yəni, hər hansı biri onlardan dəyərsə, orada namaz qılmağımız bizim üçün əngəl təşkil etməz. Donuzun xaricində digər heyvanların qan dövranı olmayan əzaları ölümləri halında da pis hesab edilmir. Qan dövranı olmayan nələrdir? Buynuzdur, tükdür, dırnaqdır, bu kimi şeylər qan dövranı olmayan əzalardır.
onlardan, amma donuz xaric. Donuzun belə çıxır ki, hər bir şeyi. İstər tükü olsun, istər buynuzu olmur, təbii ki, dırnağı olsun, olmaz. Buna görə də buynuz, dırnaq, yağlı olmayan sümüklər, qırxılmış və ya üstündəki tüklər və aşılanmış dərilər təmizdir. Nə görə dedi ki, yağı olmayan sümüklər? Çünki yağı olan sümüklər, məsələn, bir suya düşərsə, onun dadını dəyişmiş olur, onun qoxusunu dəyişmiş olur. Çünki biz dedik ki, su 3 şeyə görə natəmiz olur da. Qoxusuna görə, dadına görə, bir də iyinə görə, dadına görə, rənginə görə, bir də üçüncü rənginə görə. İnsanın kəsilən saçları, sümüyü və dişləri də belədir. Yəni, onlar da təmiz sayılır. Tam ki, diş düşdü suyun içərisinə, onu pisləməz. Amma qanlıdırsa, o başqa məsələ. Canlının göz yaşı, təri, tüpürcəyi, burun suyunun pis və təmiz olması bu canlının ağız suyunun hökmünə bağlıdır. Deməli, bir heyvanın təri olsun, tüpürcəyi olsun, burun suyu olsun, bunların pis olması o heyvanın ağız suyunun pis olmasına bağlıdır. İndi yoxlayacaq ki, hansı, biz öncə də oxuduq, hansı heyvanların ağız suyu pis idisə, onların da demək, nəyi də, tüpürcəyi də pis sayılır, göz yaşı da pis sayılır, digərləri isə pis sayılmaz. Ağız suyu təmizdirsə, bunlar da təmiz sayılır. Qatır və eşeğin ağız suyu təmiz, yırtıcı quşların və evlərdə yaşayan çiçan, ilan, əqrəb və pişik kimi heyvanların ağız suları məkruh. Çünki bu cür ev heyvanlarından qorunmaq çətindir. Sandır, pişikdir, bu kimi heyvanların ətrafımıza daha çox olur deyə onlardan qorunmaq daha məkruhdur. Yəni tənzihən məkruh olduğunu seçdik. Su olmadıqda onların ağzı dəydiyi sudan istifadə eləmək olar, su tapılmadıq zaman. Donuz, it və digər vəhşi heyvanların ağız suları və artıqları isə nəcisdir. Donuz, it və digər vəhşi heyvanların artığı dediyimiz, yəni su içdikdən sonra onun artığı sayılır. Həmin olan ağız suyu ağzı dəyibsə, o nəcis sayılır. İnsanın ağız suyu təmizdir. Bundan sonraki bu cümlə ancaq istiyi anda ağzını təmizləmədiyi müddətdə artığı və ağız suyu təmiz sayılmaz. Bu yanlışlıqla düşüb bura. Mən müəllifin özü ilə də əlaqə saxladım, soruşdum. Burada yanlışlıqla düşübdür. İnsanın ağız suyu təmizdir. Vəssalam. Göyərçin və sərçə kimi əti yeyilən və havada pisləyən quşların pisliyi təmizdir. Göyərçin və sərçə kimi əti yeyilən və havada pisləyən quşların pisliyi təmizdir. Onlardan da qorunmaq çətin olduğu üçün onların da təmizdir. O mənada ki, yəni üzərində düşərsə, namaz qıldığın yerdə olarsa, paltarında olarsa, bədənində olarsa, bu namaza əngəl təşkil etməz. Bu mənada təmizdir. Yoxsa suyun içərisində düşərsə, onu bulandırarsa, ondan söhbət getmir. İnsanların Məscid-i Haram və ya başqa məscid ətrafında göyərçin saxlamağa adət halına gətirməsi normal hesab edilir və Abdullah İbni Ömərin radiyallahu anh göyərçin üstünə pislədiyi zaman onu silib namaz qılması bu cür heyvanların pisliklərinin nəcis sayılmadığını göstərir. Həzrət Ömər radiyallahu anh tətbiqatından bilirik ki, üzərinə bu cür heyvanlar nəcisini elədiyi zaman onun üzərini sadəcə təmizləməklə, silməklə namazına davam etmişdir. Qızıl quş, qırğı və bayquş kimi əti yeyilməyən quşların pisliyi isə Əbu Hanifə və Əbu Yusufa görə, zərurətə görə təmizdir. Bu cür heyvanlardan da pisliyindən qurtulmaq çətindir. Çünki bunlar havada pisləyərlər, buna görə də paltar və qabları bunlardan qorumaq çətindir. Bu məşəqqət səbəbi ilə demək nə olubdur? Təmiz hesab olunurdu. Əslində, bir necasətin pis olması lazımdır. Amma şəriət baxımından, şəriət buna təmiz deyibdir. Nə baxımından? Namazı əngəl olub olmaması baxımından təmiz deyib. Yoxsa öz mahiyyəti baxımından əlbəttə ki, pisdir. Yəni, bu təmizdir, pisdir deyərkən, məqsəd burada namazı əngəl təşkil edib etməməsi baxımındandır.
heyvan kəsildikdən sonra damarlarda qalan qan təmizdir. Kəsildikdən sonra ətin görürsən ki, içində damarda qalan qan, axan qan sayılmadığı üçün təmizdir. Nəcis sayılmaz. Buna görə də ətlə bərabər yeyilməsi caizdir. Çünki Quran-ı Kərimdə haram olan qanın axmış qan olduğu bildirilmişdir. Ev pişiklərinin və siçanların sidiyi qablardakı suyu natəmiz edər. Paltara az bir miqdarda toxunarsa, bundan qorunmaq çətin olduğu üçün güzəş edilmişdir. Ev pişiyi olsun, siçanlar olsun, bunlar daim evdə olan heyvanlardır. Bunların deməli, sidiyindən qurtulmaq çətindir. Əgər üzərinə düşərsə, az bir miqdarda düşərsə, belə çıxır ki, onunla namaz qılmaq olar. Amma ümumiyyətlə natəmizdir. Paltara sıçrayan yollardakı palçıqlardan qorunmaq çətin olduğu üçün bu da bağışlanmışdır. Yolda gedirsən, palçıq sıçradı üstünə, elə də gəlib namaz məsələn qılırsan, o bir problem deyildir. Çünki palçıqdan qorunmaq mümkün deyil. Məsələn, bir müsəlman üçün məşəqqət olmasın deyə asanlıqlar gətirib dinimiz bunu bizə. Və burada bir qeyd də var ki, namazı batil etməz, ancaq bir şərtlə ki, palçıqda açıq olaraq pislik olduğu bilinməsin. Açıq aydın bilinən bir pisliyin içərisindən keçirsənsə, orada palçıqda sidik görürsən, heyvan nəzasəti kimi şeylər, artıqlar görürsən, o ilə gedirsən və o sıçrayırsa artıq üstünə, o zaman nə olur? Pislik sayılır, onu təmizləməlisən üzərindən. Ona görə də cənazə namazını keçən dəfə dedik, qılarkən, əgər təmiz bir yeri qılırsansa, orada bir bilinən nəzasət yoxdursa, ayaqqabı ilə də qılmaq olar. Ayağının altından nəzasət olsa belə, dedik ki, təmizlənmənin yollarından biri də torpağa sürtməkləndir, məsələn, bir əski ilə silməkləndir və s. bu yollardan. Dolayısıyla, ondan ötürü xüsusi xalça sərib, çöldə xalça sərib namaz qılmağa, cənazə namaz qılmağa ehtiyac yoxdur. Və yaxud da digər namaz olsun, otun üstündə qılırsan, təmiz bir yerdə qılırsan. Təbii ki, indi şükür Allah, hər yerdə məscidlər var. Elə bir problem olmur. Amma indi təsəvvür edin ki, bir gəzintiyə getdiyin zaman namaz qılmaq lazım olur. Belə olduqda təmiz gördüyün bir yer, əgər orada konkret bildiyin bir nəzasət yoxdursa, istədiyin yerdə namaz qıla bilərsən. Cənazənin bədəni təmizdirsə, yuyulduğu su da təmiz sayılır. Əks halda yuyulduğu su da pis sayılır. Cənazə yuduğun zaman onun üzərindən su tökülə bilər üzərinə. Əgər cənazə üzərində hansı bir nəzasətlə bərabər tökülməyibsə, təmiz sayılır. Cənazənin özü təmiz sayılır. Əgər dediyimiz kimi nəzasət yoxdursa. Ancaq cənazəni yuyanın üzərinə sıçrayan sular qorunması çətin olduğu üçün bağışlanmışdır. Bundan sonra bəzən soruşurlar ki, qüsül almaq vacibdirmi? Ümumiyyətlə, qüsül almaq müstəhəbdir. Yəni, alsan daha gözəl, amma almaya da bilərsən. Yəni, vacib deyil. Cəfəri məzhəbində bildiyimə görə vacibdir. Cənazəni yumusansa, qüsül almaq vacibdir. İkinci, təmiz sayılmayan şeylər. Biz indi təmiz sayılan şeyləri bitirdik. Ondan sonra təmiz sayılmayan şeylərə keçdik. Tərkibinə görə dinən təmiz sayılmayan şeylər namazın səhhətinə mane olacaq miqdarları baxımından qəliz və xəfif olmaq üzrə iki qismə ayrılır. Təmiz sayılmayan şeylər miqdarları baxımından, təmiz sayılmayan şeylər miqdarları baxımından namazı əngəl törətməsi baxımından qəliz, bir də xəfif. İki yerə bölünürlər. Qəliz növünə girən pislik əgər qatıdırsa, söhbət qəliz nəzasətdən gedir. Əgər o qatıdırsa, qəliz nəzasət demək ki, həm qatı olur, həm də su halında olur. Əgər qəliz növünə girən pislik qatıdırsa, təxminən 4 qram ağırlıqdakı miqdarı namaza əngəldir. 4 qram verəcək.
10 qəpik ağırdır. 5 qəpik də ağırdır. 3 qəpik yüngüldür. 3 qəpik ilə 5 qəpik arası deyə bir ağırlıqdan söhbət gedir. Belə bir ağırlıqda nəcasət, ağır nəcasətdən söhbət gedir. Üzərimizdə olarsa, o namazı əngəldir. Ondan az olarsa, məsələn 3 qəpik boyda olarsa, o əngəl təşkil etməz. Yəqin ki, yadınızda da xatırlayırsınız 3 qəpik. O ağırlıq. Maye isə, əgər deməli qəliz nəcasət mayədən ibarətdirsə, sidik məsələn, bədən və ya paltarda ovuz içindən çox bir yerə yayılmış olanı namazı əngəldir. Ovuzumuzun içi nə boyda yer tutur? Bir 20 qəpir boyda bir yeri tutur. Ondan o boydadırsa namazı əngəldir. Sidik, məsələn, alt paltarımızda elə bir nəcasət görmüşüksə, böyüklüyü o qədər bir yeri səthi əhatə edibsə, o namazı əngəl sayılır. Ovuzumuzun içi qədər. Biz bunu daha yaxşı başa düşədiyə 20 qəpik boyda deyirik. Xəfif nəcasət ondan azı isə belə çıxır ki, namazı əngəl deyildir. Amma bir müsəlman əlbəttə ki, o hər zaman təmiz olmalıdır, çalışmalıdır ki, diqqət eləsin. Diqqət eləməməyin nəticəsinə bir də baxırsan ki, nəcasət olur, amma bizim xəbərimiz olmur. Xəfif nəcasət isə bədənin və ya paltarın 1/4-dən az bir yerə bulaşmışsa, namaza mane olmaz. Yəni, demək ki, təmiz salmayan şeylər bir qəliz idi, bir də xəfif idi. Gəlizlərdən də deməli 2 yerə, bir var ağır nəcasət, bir də var maye olan nəcasət idi. Bunlar biri 4 qram ağırlığında isə namaza əngəl idi, ağır olanlar. Maye olanlar isə dedi ki, ovuzun içi qədər 20 qəpik boyda yer tutursa namazı əngəldir. Yəni, xəfif olan nəcasət isə bədənin və ya paltarın 1/4 hissəsi. Bədənimizin 1/4 hissəsi, nə demək, 4 yerə bölürsən, məsələn, bir ayağımız. O xəfif nəcasətə, indi o xəfif nəcasət nədir, onu oxuyacaq inşallah. Ona bulaşarsa, o namazı əngəldir. Amma ondan biraz az hissəsi nəcasətə bulaşıbsa, xəfif nəcasətə bulaşıbsa, o namazı əngəl deyil. Və yaxud da paltarımızın 1/4 hissəsi bulaşıbsa, o namazı əngəldir. Qəliz olan nəcasətlər bunlardır. Qəliz nəcasətləri, ondan sonra da xəfif olan nəcasətləri izah edəcək. Biz ümumi qaydanı öyrəndik. Ondan sonra o nəcasətlərin nədən ibarət olduğu. Birinci, insandan çıxan və ya qopub düşən şeylərdən sidik, nəcis, məni, kiçik tualet ehtiyacını gördükdən sonra cinsi orqandan çıxan qatı və ağ rəngli vədi deyilən maye. Bəzən bu ağır yük qaldırarkən də belə olur. Bəzən də kiçik barəyə gedərkən də bu vədi deyilən maye gəlir. Bu xəfif nəcasət sayılır. Buna görə məsələn qüsul gərəkmir. Sevişmək və ya qarşı cinsi düşünməklə cinsi orqandan bilən ağ rəngli, yapışqan, məzi deyilən maye, bu da cinsi münasibət olmadan bu hallar zamanı gələn məzi deyilən maye, bu da qüsulu gərəkdirmir, şəffaf rəngdə olur. Bu amma xəfif nəcasətə daxildir. Ağız dolusu qusmalar, hər hansı bir üzdən axıb çıxan qan, bədəndən kəsilib düşən ət və dəri parçaları, bunlar nədir? Xəfif nəcasətdir. Üzr istəyirəm, qəliz nəcasət sayılır. Bunların da ölçüsünü dedik ki, maye halında olarsa nə qədəri ziyandır, qatı halda olarsa nə qədəri ziyandır dedik. 4 qram, 20 qəpik misallarını verdik. Qadınların heyz, zahılıq və ya üzürlü vaxtlarında gələn qanlar da bu mahiyyətdədir. İkincisi, hələ deməli, qəliz olan nəzasətlər davam edir. İkinci növü, əti yeyilməyən heyvanların sidikləri, ağız selikləri, quşların xaricində digər heyvanların pislikləri və bütün heyvanların axan qanları. Deməli, əti yeyilməyən heyvanların və o heyvanların ki, əti yeyilmir, onların sidikləri nədir?
qəliz nəcasətdir. Əti yeyilən heyvanların isə xəfifdir. Xəfif və qəliz olmasını biz ona görə bilməliyik ki, birində 1/4 boyda bir yeri əhatə edərsə namazımıza əngəldir, amma qəliz nəcasətli isə fərqli. Əti yeyilmə heyvanlardan dedik sidikləri, ağız selikləri, o heyvanın ki, əti yeyilmir, onun ağız selikləri də deməli, qəliz nəcasətə daxildir. Quşların xaricində digər heyvanların pislikləri və bütün heyvanların axan qanları. Quşların pislikləri bağışlanmışlıq dedik, düzdürmü? Onlar qəliz nəcasətə daxil deyildir. Bütün heyvanların axan qanları. Axan qan fərqlənməz. Hansı heyvan olsun, bu ümumiyyətlə, istər də insanın qanı olsun, qəliz nəcasətə daxildir. Üçüncü, əti yeyilən heyvanlardan toyuq, qaz və ördəyin pisliyi. Bunlar da nəyə görə sırf məsələn toyuq, qaz, ördəyi bura misal veribdir? Çünki bu heyvanlar adətən öz nəcasətlərini yeyirlər deyə. Ona görə necə? Yox, söhbət onlardan deyil. Məqsəd onların öz nəcasətlərini yemələrindən görədir. Və bu səbəblə onlar qəliz nəcasət, onların deməli pislikləri nədir? Qəliz nəcasətə daxildir. Qəliz nəcasət olduğu üçün biz onlara görə hərəkət edəcəyik. Qalındısa 4 qram, deməli mayedirsə o zaman 20 qəpik misalı yadımıza düşməlidir. Kəsilməyərək öz-özünə ölən heyvan pisdir. Yəni leşdən söhbət gedir. Bunların aşılanmamış dəriləri də belədir. İstər heyvan, yəni dəri daxil, ümumiyyətlə, leş pis sayılır. O, hər hansı bir yerə dəyərsə, düşərsə, bədənin hər hansı bir yerinə, namaz qılınan yerdə olarsa, pis sayılır. Miqdarını da bilməliyik ki, nə qədər miqdar olarsa, o namazı əngəl təşkil edir. Malikilərə görə murdar ölmüş heyvanın əti kimi dərisi, sümüyü və sinirləri də təmiz deyildir. Ölmüş heyvanın ayırmırlar malikilər. Sümüyü olsun, nə bilim, sinirləri olsun, təmiz deyildir. Qıl, yun və tükləri isə təmizdir. Şafilərə görə isə kəsilməyərək ölən heyvanın qıl, tük, yun və dırnaqları daxil bütün əzaları nəcisdir. Şafilərə görə ölən heyvanın meydin fərq eləməz. Hər bir şeyi nə sayılır? Nəcis sayılır. 5-ci, hələ deməli, qəliz nəcasətin 5-cini oxuyuruq. 5-ci növünü. Şərab. İçilinməsi və istifadə edilməsi haram olub, paltara və bədənə tökülərsə, yuyulmadığı müddət ərzində təmiz olmaz. Demək, şərab da qəliz nəcasət növünə daxildir. Maye olduğu üçün nə qədərdir? Əgər 20 qəpik boyda bir yeri düşübsə, o nə olur? Nəzasət sayılır və namaza əngəldir. Qəbul edilən görüşə görə sərxoşluq verən digər mayelər də şərab hökmündədir. Sadəcə şərab yox, bununla yanaşı bu günlərim sərxoşluq verən bütün içkilər də şərab hökmündədir. Onlar da qəliz nəcasət sayılır. Şafilərə görə də sərxoşluq verən bütün mayelər istər az olsun, istərsə də çox olsun, nəcisdir. Şafilərə görə də belədir. Xəfif sayılan və təmiz olmayan şeylər bunlardır. İndi xəfif sayılan və təmiz olmayan hansılardır? İndi saat kimi saydıqlarımız qəliz nəcasət idi. 1-ci, atların, qatırların, eşəklərin və ayrıca olaraq ətləri yeyilən qoyun, keçi, maral, yaxud düyür kimi əhilləşmiş və ya vəhşi heyvanların sidikləri və nəcisləri Əbu Yusuf və İmam Muhammedə görə xəfif pislikdir. Fikir verirsə, əsasən ev heyvanlarıdır və də bəzi vəhşi heyvanlardır ki, onlar əsasən nəcasətdir, sidikdir, bu şeyləri insanlar onlardan biraz qurtulmaları çətin olur. Onlar xəfifə daxil olublar. Vəhşi heyvan da olsa, onların nəcisləri
sidikləri nə sayılır? İmam Yusuf və İmam Muhammedə görə xəfif pislikdir. Fətvada əsas alınan da bu görüşdür. Əbu Hanifəyə görə isə bunlar qəliz pislik növünə daxildir. Məzhəbin qurucusu İmam Əbu Hanifə olduğu halda, amma onun tələbələri olan İmam Yusuf, İmam Muhammedin görüşü, fətvada əsas olan görüş bu görüşdür. Çünki Hənəfi məzhəbi kollektiv bir məzhəbdir. Sadəcə bir nəfərin sözü ilə belə deyək, fətva qəbul olunmur. Hansı həqiqətə daha uyğundursa, o görüş üstünlük təşkil edir. O görüşlə məzhəbin görüşü kimi təqdim olunur. İkinci, ətləri yeyilməyən heyvanlardan çaylaq quşu, qarsal və şahin kimi havada pisləyən quşların nəcisləri. Bunlar da bu vəhşi heyvanların nəcisləri sayılır xəfif nəcasət. Əgər bədənimizdə düşərsə, bu cür heyvanların nəcisləri 1/4 ilə hesablanmalıdır. Bədənin və ya paltarın 1/4 ilə hesablanmalıdır. O qədərdirsə, namazı əngəldir. 3. Hər heyvanın öd hissəsi bu heyvanın nəcisi hökmündədir. Hər heyvanın ödü də nəcis sayılır. Əgər öddən də bədənimizin hər hansı bir yerinə düşərsə, bu da nəcis sayılır. Demək, təmiz sayılan şeylər, təmiz sayılmayan şeyləri oxuduq. Vaxtımız qalıb deyə, ona görə bir balaca da mükəlləfin feillərindən məlumat vermək istəyirəm. Çünki biz qarşıda oxuyacaq ki, bunun hökmü fərzdir, bunun hökmü məhkruhdur, haramdır, mübahdır, müstəhəbdir, məndubdur. Bunların mənaları nədir? Deyən kimi xatırlaya bilək. Mükəlləf kimə deyilir? Məsul şəxs deməkdir. Dini əmr və qadağaların xitab edildiyi, ağlı başında və yetkinlik yaşına çatan müsəlmanı ifadə edir. Şərt nədir? Ağlı başında olmalıdır. Yəni, bir dəli mükəlləf sayıla bilməz. Yetkinlik yaşına çatmalıdır. Oğlanlarda yetkinlik yaşı 12-15 yaşlar arası, qadınlarda 9-12 yaşlar arasıdır. Bunlar bu yaşlarda bir də əsas burada götürülür. Əgər oğlanlarda məni gəlməyə başlamışsa və qadınlarda da ay başalı başlamışsa, artıq onlar yetkinlik yaşına çatmış sayılırlar. Onlar artıq dinən məsul sayılırlar, mükəlləf sayılırlar. Mükəlləfin feilləri, yəni mükəlləf dinən məsul sayılan, bütün Allahın haram, halal buyurduğu şeylərdən məsul sayılan, etdiyi zaman savab qazanan, pis şeylər etdiyi zaman, haram şeylər etdiyi zaman günah qazanan, yaşlı olan insanlardan nə vaxt başlayır? Dediyimiz yaş bu yaşlardır. Demək, mükəlləfin 8 növü əməli var. Birinci fərz, vacib, sünnə, müstəhəb, mübah, haram, məkruh və müfsiddir. Bu təsnifat Hənəfi alimlərinə məxsusdur. Digər məzhəb müstəhidlərinə görə isə vacib, məndub, haram, məkruh və mübah olmaqla 5-dir. Peyğəmbərimiz s.ə.v dövründə bu təsnifat olmayıbdır. Peyğəmbərimiz ya deyib fərzdir, ya deyib haramdır, oldu mu? Belə şeylər olubdur, bu cür hökmlər. Amma sonradan alimlər təsnif ediblər ki, Rasulullah s.ə.v-in bəzi əməllər var ki, bu məsələn fərzdən biraz fərqlənibdir. Hökm baxımından biraz fərz daha qətidirsə, məsələn vacib ondan biraz yüngüldür. Məsələn haram var, ondan biraz qətiliyi edilməməsi əmr edilən haram var və bir də ondan daha yüngülləri var. Məsələn, bu nədir? Məkruhdur, təhrimən məkruh. Bu bölgüləri sonradan, bunu çox gözəl şəkildə bizlər anlayaq deyə, dini daha yaxından bilək deyə, Rasulullah s.ə.v-in qəsdi nə olubdur, Allahın bizdən bunları, əməlləri edərkən, dini vəzifələri yerinə yetirərkən, hansıları edəriksə, daha çox savab qazanırıq, hansıları edəriksə, daha çox günah qazanarıq. Bunları tam təsnifatı ilə, incəlikləri ilə bilməmiz üçün bunu biz üçün alimlər gözəl şəkildə təsnif ediblər. Mənə elə gəlir ki, biz sadəcə fərzi oxuya biləcək, çatdıra biləcək. Bu fərzi bitirək inşallah, qalan
dərsimizə davam edərik. Fərz, Allah və ya Rasulunun sübutu və dəlaləti qəti olan dəlillərlə əmr etdiyi əməllərə fərz deyilir. Yəni, sübutu nədir? Yəni, Allah Rasulü s.ə.v-dən gələn hədis və ya ayə var. Bununla sabitdir. Və bir də dəlaləti, yəni mənası qətidir. Yəni, başqa bir mənaya gəlmir. Zənn ifadə eləmir. Qətilik var. Başa düşürsən, deyilən kimi namaz qıl, oruç tut. Burada başqa məna çıxa bilərmi bu sözlərdən? Yox. Ona görə bilirsən ki, burada bu əmrdə qətilik var. İndi baxarsınız ki, digər əmrlərdə bu qətilik yoxdursa, onun adı başqa olacaq. Odur ki, fərzlər başqa mənaya gəlmə ehtimalı olmayan ayə, mütəvatir və ya məşhur hədis ya da icma kimi qəti dəlillərlə sabit olur. Fərzlər elə bir dəlillərdir ki, ya qəti ayə var, heç bir mənaya yozulmayan, heç bir başqa mənalar gəlməyən ayə var. Çünki elə ayələr var ki, bir çox ehtimallar var içərisində. Amma qəti ayələr var. Bir də mütəvatir nədir? Bu barədə çox sayda hədislər gəlibdir. Məşhur hədis mütəvatirdən biraz az sayda olan hədisdir. Bu da yenə dəlildir. Və ya icma, yəni alimlər bu məsələdə icma edibsə, demək bu nədir? Qəti dəlil sayılır. Hər hansı bir alim həmin məsələyə qarşı fərqli fikir söyləməyibsə, bütün alimlər eyni söz söyləyiblərsə, demək bu nədir? Bu da qəti dəlil sayılır. 5 vaxt namaz, Ramazan orucu, zəkat və həc bu qəbildəndir. Bunların fərz olduğu mövzusunda həm açıq ayələr, həm də Həzrət Peyğəmbərin sallallahu aleyhi ve sellem mütəvatir və ya məşhur hədisləri mövcuddur. Quran-ı Kərimin bir çox ayəsində namaz qılın, zəkat verin və namazda qiraəti əmr edən ayədə Qurandan sizə müyəssər olanı oxuyun buyurulması fərzə nümunə verilə bilər. Namaz qılın, zəkat verin. Burada başqa bir məna yoxdur ki, ona görə bu fərzə nümunə olan Qurandan bir misaldır. Fərzin hökmü nədir? Qətiyyətlə yerinə yetirilməlidir. Tərk edən dünya və axirət cəzasına məruz qalar. Fərz olduğunu inkar edən dindən çıxmış sayılar. Fərzi kim inkar edirsə, namaz deyə bir şey yoxdur, zəkat yoxdur, oruc yoxdur. Allahın Quranda qəti dəlillərlə bildirdiyi, mütəvatir hədislə gəldiyi və yaxud da icma ilə qəbul olunan məsələdə kimsə belə bir şey yoxdur deyirsə, o fərzi inkar etmiş olur. Fərzi inkar etdiyinə görə dindən çıxmış sayılır. Fərzlər fərzi əyn və fərzi kifayə olmaqda iki qismə bölünür. Fərz özü də iki hissəyə bölünür. Fərzi əyn, mükəlləf olan hər bir müsəlmanın şəxsən yerinə yetirməli olduğu fərzlərdir. Müstəqil olaraq hər bir müsəlmanın üzərinə fərzdir. Bir sıra insanların yerinə yetirməsi ilə digərlərindən məsuliyyət götürülməz. 5 vaxt namaz, Ramazan orucu, zəkat və həc kimi ibadətlər bu kateqoriyaya daxildir. Bəzi ibadətlər var ki, müəyyən qism müsəlmanların yerinə yetirməsi ilə digərinin üzərindən o məsuliyyət qaldırılır. Bu fərz-i eyn namazı, fərz-i eyn hökmü bunlara aid deyildir. Hansılardır? Namazdır, 5 vaxt namazdır, Ramazan orucudur. Bunu hər kəsin üzərinə fərz olandır. İndi fərz-i kifayə isə, ikinci qism, fərz, mükəlləf olan müsəlmanlara ayrı-ayrılıqda deyil, toplu şəkildə əmr edilən şeylərdir. Bir sıra müsəlmanlar bunu yerinə yetirdikdə, digərlərin məsuliyyətdən azad olur. Müharibədə iştirak etmək, Quran-ı Kərimi əzbərləmək, şahidlik etmək, yaxşılığı əmr edib pisliyə mane olmaq, cəmiyyətin ehtiyacı olan peşələri öyrənmək və cənazə namazı qılmaq kimi əmrlər məhz bu qəbildəndir. Demək, cənazə namazıdır. Heç kim qılmırsa cənazə namazını, qılan bir nəfər də yoxdursa, bütün müsəlmanlar günahkar sayılır. Amma orada bir 3 nəfər ən azından o cənazə namazını qılıblarsa, hər kəsin üzərindən günah götürülübdür. Əgər bir bölgədə heç kim namaz qılmırsa, bütün insanların üzərinə günah yazılır ki, məsələn, bir namaz qılan artıq onun üzərinə fərz olur ki, o da insanlara namazı öyrətsin, dini başa salsın
Demək ki, burada toplu hər kəsə aid olan bir hökmdən söhbət edir ki, fərzi kifayə. Amma biri edərsə, məsələn, bir müəllim varsa bir kənddə, digərlərində bu məsuliyyətdən qurtarmış sayılır. Müharibəyə hamı getmir, döyüşə, cihada hər kəs getmir. Müəyyən insanlar, müəllimlər qalır və yaxud da orada bəzi təsərrüfat işlərinə məşğul olacaq. Onlar müharibədən qayıdandan sonra bəzi hazırlıqlar görən insanlar da qalmalıdırlar ki, hər kəs müharibəyə gedərsə, ölərsə, yaralanarsa, o zaman ölkəni idarə etmək də çətin olar. Ona görə fərz-i kifayə müəyyən müsəlmanların etməsi digərlərin üzərindən qaldırılan əməllərdir. Müsəlman cəmiyyətlərdəki bəzi insan və ya qruplar bunları yerinə yetirdikdə digərlərindən bu öhdəliklər götürülər. Fərz-i kifayənin savabı yalnız onu edənə aiddir. Cəmiyyətdə bu fərzi heç kim yerinə yetirməzsə, bütün cəmiyyət günahkar olar. Ancaq bəzi hallarda kifayə vacib, fərzi eynə çevrilə bilər. Məsələn, bir yerdə bir həkim varsa, xəstəyə baxma ona fərzi ayn olar. Həmçinin bir hadisəni sadəcə bir nəfər görmüşsə, şahidlik etməlidir. Bəzən elə yer var ki, məsələn, həkim olmaq fərzi kifayədir. Hökmü fərzi kifayədir, həkim olmaq. Hamı gedib həkim olmaq. Fərz olsaydı, fərzi ayn olsaydı, hamı gedib həkim olmalıydı. Mütləq hamımız gərək həkimliyi də oxuyaydı. Mütləq bir bölgədə həkim olmalıdır. Bu nədir? Fərzi eyn deyirlər, fərzi kifayə deyirlər buna. Ona görə də əgər heç kim yoxdursa, hamının üzərinə günah düşür. Bir nəfər, onda belə çıxır ki, mütləq bir nəfər, hər biri üçün fərzi ayına çevrilir bu səfər. Əgər həkim yoxdursa bir bölgədə, hər kəs üçün bu fərzi ayına çevrilir. Belə, fərz hökmü bitdi. Növbəti mükəlləfin feillərini də gələn dəfə inşallah davam etdirək Allahın izi ilə. Allah hamımızdan razı olsun. Allah təala faydalanmağı nəsib etsin.